Dəyərli şagirdlər, şagirdim Kənanla riyaziyyat videoları çəkirik. Riyaziyyat videosu nədir? Dəyərli abituriyentlər, şagirdim Kənanla riyaziyyat sualları izah edirik. İkinci gün. Gəlin sualların izahına baxaq. Buyur Kənan, sıra səndə. Əkov 120-144, əvov 120-144 nisbətini hesablayın. Biz bilirik ki, bunları ayrıcılıqda hesablamağa ehtiyac yoxdur. Qayda ilə bilirik ki, əkovu əvova böldükdə ortaq olmayan sadə vurğuların hasili, yəni şərti işarəsiz olan C tapılır. 120 və 144 ədədlərin ayrı-ayrılıqda sadə vurğuların hasili kimi göstərək. 120, 2 üstü 3 vurulsun 3 üstü 1 vurulsun 5. 144, 2 üstü 4, son 3 üstü 2. Burada olub, burada olmayan 2. Ortaq olmayan yəni 2. Burada 3, yəni bir dənə, bir də 5. Yəni bunlar deyir 30. Burada cavab 130. Bəli, dəyərli şagirdlər, Kənanın da dediyi kimi həqiqətən də baxın, burada 120-ni və 144-ü sadə vurğuların hasili şəklində göstərdi və ortaq olmayan vurğuları oradan seçdi. Burada 2-ni, 3-ü, yəni fikir verin, 3-dən 3 üstü 2-dir, bu 3 üstü 1-dir. Demək, 1 üçün ortaq vurğu qarşılığı yoxdur, daha doğrusu. Burada da 5 və hasildə 30-a bərabərdir. Siz də bizim dərslərimizə qoşulmaq istəyirsinizsə, videonun altındakı 050 776 49 44 nömrəsinə yaza bilərsiniz. Təşəkkür.